Xəqani, sən burada nə edirsən? Mane olma. Meditasiya eləyirəm. O nə deməkdir? Meditasiya güclü şeydir. Sonra istədiyini fikirlərin vasitəsilə həyata keçirə bilirsən. Yaxşı da, yəni uşaq başı qatırsan. İnanmırsan? Yox. Yaxşı. Onda arzu deyil. Mən onu həyata keçirdim, sübut eləyim. Hə? Hə. Yaxşı. Onda elə ki, Rəcəbov əlində gitara oxuya-oxuya bura gəlsin. Rəcəbov əlində gitarı oxuya-oxuya bura gəlsin. Bu dəqiqə. Rəcəbov əlində gitarı oxuya-oxuya bura gəlsin. Hə, uşaqlar, neyinirsiniz? Bekasılıqdır. Hə, belə oturmuşuq da özümüzsün. Yaxşı, onda mən gedim də. Hə. Gördün? Gəldi. Hanı bəs gitarası? Axı mən demişdim, gitarada çala-çala gəlsin. Gitara da demişdim. Hə. Yaxşı. Onda bir dənə də götürüm. Yəqin hardasa səhvə yol vermişəm. Bir dəqiqə bax. İndi gitara ilə gələcək. Bu günləri deyirəm, hava yaman istidir deyəsən. Hə, istidir. Amma deyirəm, nə olar bu gün belə çayda qəşəng bir girib çiməsən, hə? Onunla mən gedim. Hə, get. Gördün? Gəldi. Yox, olmadı. Hə, nə olmadı? Axı sən mənə demişdin gitarada çala-çala gələcək. Bu gitarı bizim başımıza oyun olub. Gitara. Yaxşı. Yenə də hardasa səhvə yəqin yol vermişəm. Qoy onda bir dənə də dərindən götürüm. Dəm. Fırıldaq gəlmə mənə. Fırıldaq gəlmə. Eləyə bilmirsən, dinə eləyə bilmirəm. Vəssalam, burada nə var ki? Nə fırıldağı? Bu dəqiqə eləyim həqiqətən. Bax gör necə gəlir. Yaxşı. Bir dənə dərindən götürüm. Nə var, dəqiqə başı məni çağırır. Qoymazsız gedim çimməyə. Abalam, bir dəfəlik başa düşün. Mənim gitaramın simi qırılıb. Ona görə də gitara ilə gələ bilmərəm. Güldüz. Özündən getdi ki.